Hər birinizi memarlıq və şəhərsalma ili çərçivəsində keçirilən qadın iştirakçılığı təbliği mövzusunda konferansda xoş gördük. Konferansın əsas məqsədi əlbəttə ki, şəhərsalma və memarlıq sahəsində qadınların iştirakının artırılması, onların töhfələrinin diqqətə çatdırılması və gender bərabərliyi prinsiplərinin bu sahəyə də tam şəkildə inteqrasiya edilməsinə nail olmaqdır. Memarlıq sahəsindəki layihə tikinti işləri ilə yanaşı təhsil prosesində və elmi fəaliyyətlərdə nailiyyətlərin əldə olunmasında qadın memarlarımızın rolu böyükdür. Memarlıq sənətində yaradıcılıq çox vaxtı qadın faktoru ilə, qadın adı ilə bağlı olub. Qadın sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət kəsb edir. Uğurlu tərəfdaşlıqda sahibkar xanımlar layihəsi qadınların biznes bacarıqlarının inkişafına, tərəfdaşlıq əlaqələrinin qurulmasına və real bazar imkanlarının genişlənməsinə xidmət edir. Necə edək ki, şəhərsalma prinsiplərində qadınlar üçün imkanlar çox olsun, qadınların iqtisadi imkanları güclənsin. Şəhərsalmada dizayn çox önəmlidir və dizayn həm də qadınların, beləcə də uşaqlar üçün xidmətlərin əlçatanlığı, beləcə də qadın sahibkarının inkişafına stimullaşdırmalıdır. Qadın doğrudan da hər bir evin memarıdır, sosial memarıdır. 2025-2027-ci illər üçün Konfederasiyanın yeni strategiyasını təsdiq etdik və strategiyada bir çox istiqamətlər var. Onlardan biri də məhz gender bərabərliyi, gənclərin üzvlüyə təşviq edilməsidir. Şəhərlər adətən binalardan ibarət olmur. Orada sosial mühit, orada yaşam mühiti olmalıdır. Bu yaşam mühiti də dedikdə qadınlar, uşaqlar, ailələr bir şəhərin formalaşdırmağında əsas rol oynayır. Memarlıq və şəhərsalma ilinin əsas hədəflərinə baxanda isə biz orada şəhərlərimizin və xüsusilə də Qarabağın yenidən qurulmasını diqqət mərkəzində saxlayırıq. Sənaye və istehsalat sahələri, yeni yaradılmış sənaye zonalarında minlərlə iş yeri formalaşdırılmış, bu iş yerlərin əhəmiyyətli hissəsi xüsusi yüngül sənaye istiqamətləri üzrə qadın məşğulluğu üçün nəzərdə tutulmuşdur. Memarlığın içində qadınların rolunun və onların karyera davamiyyətlərinin təmin edilməsinin ciddi şəkildə düşünülməli olduğunu altından xətt çəkmək istəyirəm. Memarlıq sadəcə bir layihə deyil, memarlıq mühiti formalaşdıran bir amildir.